Salamlar dostlar, mən Şahin. Kənli Mənzəralarım YouTube kanalına xoş gəlmisiniz. Bu gün də sizlərlə bu videoda tamamilə başqa bir mövzudan bəhs edəcəyik. O nə mövzudur? Daha 17 dizisi nədən bu qədər populyar? Yəni Azərbaycan dilində çevirsək, Daha 17 serialı niyə bu qədər populyardır? Bunun səbəblərini mən sizlərə bir-bir deyim. Öncəliklə Daha 17-nin baş rolunu istifadə edən, daha doğrusu Daha 17 serialında baş rolda çəkilən oğlan Çağan Efe Ağ 17 deyil, 19 yaşlarındadır. Yəni dizidə, serialda daha 17 deyirlər, amma gerçəkdə 19 yaşı var. Bu ayrı. İkinci olaraq da o bir çox seriallardan çəkilib. Misal üçün Toz Koparan İskəndərdə, İçəridə və bir çox seriallarda və projelərdə yer almışdır. Öncəliklə Daha 17 serialının populyar olmağının səbəblərinin biri odur. Yəni baş obrazın Çağan Efe Ak olması. İkinci olaraq daha çox gənclərə hitap edən bir serialdır. Yəni gənclərə yönəlik bir serialdır. Yəni gənc insanlar daha çox sevirlər. Uşaqlar, böyüklər, üstəlik gənc insanlara daha çox yanaşım bir serial olduğu üçün bir o qədər ona görə də izlənir. Daha sonra isə oyuncular, yəni aktyorlar və yaxud da aktrisalar həm populyar, həm də çox yaxşı oynayırlar. Onun da özəllikləri vardır. Və həqiqətən də Daha 17 serialının bütün bölümləri milyonlarca izlənib və izlənməyə də davam edir. Bəs Daha 17 serialı niyə bu qədər daha populyardır və niyə bu qədər trendlərdə qalır? Çünki izləyicinin marağını çəkir. Senaryo belədir. Senari belədir. Belədir ki, senari Daha 17 serialında baş rolda olan Araz obrazı uşaq vaxtı bir yanğından dolayı həm ailəsini itirmişdi, həm də qardaşını. Ailəsi dünyasını dəyişib, amma qardaşı da uşaq vaxtı itkin düşmüşdür və Daha 17-dəki baş rolda olan Araz buna görə Bodruma gələr, məlumat alar ki, Bodrumda qardaşı yaşayır və oralardadır. Ona görə də Bodruma gələr və Bodrum şəhərində qardaşını axtarmağa başlayar. Bu ayrı bir mövzudur. Yəni senari belədir. Yəni qardaşını axtaran bir gənc oğlan yetişdirmə yurdunda qalır və qardaşı üçün bütün yollara imza atır və bütün çətinliklərə dözür. Yəni bu da böyük bir maraq doğuran bir şeydir insanlar üçün. Daha 17 serialı buna görə bu qədər populyardır, bu qədər sevilir. Senari çox yaxşıdır, orijinallıq çox yaxşıdır, çəkim çox yaxşıdır, iş çox yaxşıdır, trend yüksəkdir. Ona görə də Daha 17 serialı bu qədər populyardır və üstəlik onu deyim ki, sizlərə Daha 17 serialını bir çox müğənnilər, bir çox populyar aktrisalar, aktyorlar da izləyir və görürəm ki, həqiqətən də çoxlarının sevdiyi bir serial olub. Ona görə də Daha 17 serialı bu qədər populyardır. Bax belə dostlar, videomuz bura qədər idi. Əgər videomuzu bəyəndiyseniz like atmağı, abunə olmağı və yorum yazmağı da unutmayın. Təşəkkürlər.